Günlərin bəzən nəsə olanda deyirlər ki, məsələn, mötəbər dərgilərdə deyirlər ki, amma bunu etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Bu günlərin Azərbaycan sosial mediada, nəinki Azərbaycan, ümumiyyətlə dünyanın bir çox ölkəsində sosial mediada hər kəs məsləhət verir. Biz məsələn efirdə nəyisə deyəndə biz onu əvvəlcədən oxumuşuq, araşdırmışıq, mötəbərli mənbələrini tapıb sonra bura çıxırıq. El arasında söz var, yəni özümüzdən toqquşdurmuruq. Amma sosial mediada bu günlərin kim nə istəyir məsləhət verir. Və dərdə dərman həkimdədir, yoxsa bu sosial mediadadır, o da maraqlıdır. Çünki burada dərd də müxtəlif ola bilər, dərmanı da müxtəlif ola bilər. Amma belə ucqarlara da baxırıq, deyirik, yaxşı ki, bu sosial media var, orada həkim yoxdur. Cəmaat heç olmasa sosial mediaya baxır. O qədər ziddiyyətli vəziyyətdir ki, biz birinə pis, birinə yaxşı deyirik, yenə qalır adam ortada. Həqiqət nədən ibarətdir? Əlbəttə ki, reportajımız bu yöndə gedəcək. Əvvəllər süni intellekt, indi isə sosial media qrupları. Bəzi şəxslər sağlamlıq problemlərinə çarəni həkimdə deyil, bu qruplarda tapmağa çalışırlar. Belə ki, onlar yaşadıkları problemin fotolarını qruplara paylaşaraq istifadəçilərdən yardım istəyirlər. Paytaxt sakinləri isə sağlamlıq problemlərini sosial mediadan deyil, birbaşa həkim vasitəsilə həll etməyi doğru hesab edirlər. Həkim Nilufər Salmonova deyir ki, bu qruplarda xəstəliyin müalicəsini axtaranların əksəriyyəti gənc və yaşlı nəsildir. Gənclər daha çox tibbi savadın azlığından, yaşlılar isə güvənsizlikdən bu yolla dərdlərinə dərman axtarırlar. Mən həkim olaraq buna çətinlik çəkirəmsə, bu telefonla diaqnoz qoymağa, adi insan bir əlamət qulaq asaraq ona dərman təyin eləməyi nə dərəcədə məntiqlidir? Həkim sayılmayan heç bir kəsdən dərman haqqında məsləhət almaq olmaz. Məndə də baş ağrısıdır, səndə də baş ağrısıdır. Amma başın ağrı, bu dərmanı at. Bəlkə sənin baş ağrının ağrısı bəsit bir baş ağrısı, gərginlik baş ağrısıdır. Amma onun baş ağrısı ciddi xəstəliyin nəticəsində yaranan bir baş ağrısı, başlanğıcıdır. Əlamətidir. Onu araşdırmaq lazımdır. O onu içər, sənin məsləhəti ilə dərmanı atar, o atdığı dərmandan da onun vəziyyəti ağırlaşır. Səni məhkəməyə verə bilər o. Həkim bildirir ki, son vaxtlar tanımadıkları qeyri-peşəkar şəxslərdən sosial mediada məsləhət alaraq özünü müalicə edən və sonradan vəziyyəti ağırlaşanlar az deyil. Bu bəzən daha ciddi nəticələrə, hətta ölümlə də nəticələnə bilər.